Allah qismət balacan. Ay sən xoş gəlibsən. Ay sən əsgər balamız. Qismət bala Elibala məktəbinin gözəl tələbələrindən biridir. Bizim gözəl Ağdaşımızın Qaradeyin kəndi. Salamlayıram Qaradeyin kəndimizi. Qismət bala oradandır. Getdi, vətən borcunu yerinə yetirdi. Elibala məktəbinin üzünü ağ elədi, gəldi. İndi qoy görək. Hardasa demək olar ki 2 ildir, yəni alətlə. 2 ildən sonra söz səndə. Kuzu kəsərəm asa. Canım ay qismət bala. Bəh. 2 ildən sonra, yəni bu bünövrə belə olmalıdır. 2 ildən sonra ki sən oturub belə, yəni bax Totu sənin sinif yoldaşın idi. Yəni Totu ilə bir yerdə böyümüşdü. Totu gün səndən sonra gəldilər. Bir daha dedi, 1 ildir, Hüseyndir gəlir. Nə deyirsən? Qəşəngəm mən nasıl bir 2 il əvvəl qəşəngəm. Hayır, 2 il əlini vurmur ağrıya. Yəni mən elə belə demirəm. Mən Elibala məktəbi Gəncə budur. Eldəniz müəllimi yaşayış yeri Gəncə şəhəri iş yerimizdə Əməliyyatçılar Mədəniyyət Sarayının qapısı xalqın bağlarının üzrə açıqdır. Biz hazırıq qəbul edək. Nəyi biliriksə də qismət bala. Öylədir. Vəssalam, tələbələrlə paylaşaq. Laqqadatın bada. Ay canım.
Sağ ol ay qismət bala. Əla, gözəl.